Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı maraqlı və vacib tibb hadisələri baş verib. Hansı hallarda keysəriyyə əməliyyatına icazə verilməlidir və bu ən son qərar olmalıdır? Bu sualın cavabını isə səhiyyə mütəxəssisi açıqlayıb. Baxaq görək, bu hansı hallardır ki, qadın təbii doğuşdan imtina edə bilər. Doğuşda cərrahi üsul hansı hallarda tətbiq edilir? Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama ginekoloqu Pərvin Adıgözalova bu sualı səhiyyə.gov.az saytına verdiyi müsahibədə cavablayıb. Cərrahi doğuş yalnız göstəriş olduqda, təbii doğuş ananın və ya dölün sağlamlığı üçün təhlükəli sayıldıqda tətbiq olunur. Elə hallarda var ki, müəyyən diaqnozlara əsasən doğuş başlamamışdan əvvəl planlı şəkildə keysəriyyə əməliyyatına ehtiyac yaranır. Həkim doğuş zamanı qida və maye qəbulu ilə bağlı nələrə diqqət edilməli olduğunu da qeyd edib. Doğuş zamanı qadının gücünü itirməməsi üçün yüngül və ya az porsiyalarda qidalanmağa icazə verilir. Meyvə, kompot, az miqdarda şirniyyat, çay və ya xəstəxanada verilən xüsusi yeməklərlə qidalanmaq olar. Hamiləlik boyu isə balanslı və zülallarla zəngin vitamin və minerallar baxımından dolğun, tərəvəz əsaslı qidalanma tövsiyə olunur. Bu, körpənin sağlam inkişafına, doğuşun isə daha rahat və təhlükəsiz keçməsinə şərait yaradır deyə mütəxəssis bildirib. Artıq onlarla xəstəliyi axtarmaq üçün yüzlərlə test verməyə ehtiyac yoxdur. Nəhayət ki, alimlər sadəcə bir testlə övladınızda ola biləcək genetik xəstəlikləri və digər mövcud olan anomaliyaların hamısını üzə çıxaracaq test kəşf ediblər. İnnovativ, yeni tarixi hadisədir. Baxaq. Nadir genetik xəstəliklərin erkən diaqnozunu asanlaşdıran yeni qan testi yaradılıb. Avstraliyada alimlər tərəfindən hazırlanmış yeni qan testi uşaqlarda nadir genetik xəstəliklərin diaqnozunu daha tez və dəqiq şəkildə qoymağa imkan verir. Mövcud olan üsullar adətən çox vaxt aparır və konkret xəstəliklərə yönəlir. Amma bu yeni test minlərlə fərqli proteini eyni anda analiz edir. Test yalnız 1 ml qanla aparılır, invaziv deyil və nəticələr 3 gün ərzində hazır olur. Bu xüsusilə reanimasiya şəraitində olan körpələr üçün çox vacibdir. Əgər test valideynlərin qan nümunəsi ilə birlikdə aparılarsa, genetik daşıyıcı ilə həqiqi xəstəni ayırd etmək daha asan olur. Bu üsul sayəsində ailələr illərlə diaqnoz axtarışında qalmaqdan qurtulur, erkən müalicəyə başlamaq imkanı yaranır və gələcəkdə sağlam körpələr üçün genetik risklərə qarşı tədbirlər görülür. Alimlər bu testin yaxın gələcəkdə səhiyyə sistemində geniş tətbiq olunacağını da deyir. Bu gördüyünüz görüntülər təyyarədəndir. Gələcəyin təyyarələrində büdcəsi o qədər də çox olmayan ekonomla uçanlar ayaq üstə duracaqlar. Əlbəttə ki, bunu dünyada bir çox ölkələrdə insanlar birmənalı qarşılamayıb, lakin aviaşirkətlər daha çox pul qazanmaq və daha çox insanı təyyarəyə yerləşdirmək üçün bu cür ayaq üstü oturacaqlar, vertikal oturacaqlar kəşf ediblər. Bəs 18 saat uçuş zamanı ayaq üstündə bu qədər dayanmaq insanın sağlamlığına mənfi təsir göstərmirmi? Bu sualın cavabını isə travmatoloq, ortoped Fuad Əyyubov verib. Baxaq görək doktor nələr izah edib. Artıq təyyarələrdə ayaq üstə uçacağıq. Bəzi ekonom aviaşirkətlər 2026-cı ildən etibarən təyyarələrdə vertikal oturacaqlar quraşdırmağı nəzərdən keçirir. Yeni sistem sərnişin tutumunu təxminən 20% artırmağa imkan verəcək. İtaliyanın Avio Interiors şirkəti tərəfindən xüsusi Skyrider 2.0 adlı dizayn hazırlanıb. Bu dizayn yumşaq dayaqları olan dik oturacaqlardan ibarətdir ki, sərnişinlər uçuş zamanı onlara söykənə bilər. Vertikal oturacaqlar daha az yer tutur və adi oturacaqlara nisbətən 2 dəfə yüngüldür. İstehsalçı həmçinin bu sistemin xidmət xərclərini azaltmağı da vəd edir. Bəzi şirkətlər də oxşar planlarını açıqlayıb, lakin sərnişinlər tərəfindən mənfi reaksiyalar alınıb. Bəs saatlarla havada ayaq üstə qalmaq ümumi sağlamlığa necə təsir eləyir? Suala yerli mütəxəssis ortoped travmatoloq Fuad Əyyubov cavab verib. Ümumiyyətlə, havada ayaq üstü qalmaq özü əlavə bir oynaqlara yükdür. Həm də ki, bir neçə saat tərpənmədən ayaq üstə durmaq, onun özü də ayaqlara və oynaqlara
əlavə yüklənmə və gələcəkdə ciddi problemlərin yol açmasına gətirib çıxarda bilər. Qeyd edək ki, hələ ki heç bir aviaşirkət rəsmi olaraq vertikal oturacaqların tətbiqini təsdiqləməyib. Amma bu mövzu ətrafında müzakirələr hələ də davam eləyir. Övladınızın qorxuları varsa, onu sadəcə bir oyunla aradan qaldıra bilərsiniz. Yanlış eşitmədiniz. Telefonla oynamaq uşaqların qorxularınızı və stressini yenməyə kömək eləyə bilər. Amma necə? Xüsusi oyunlar var ki, dünyanın müxtəlif səhiyyə qurumları tərəfindən hazırlanıb və ödənişsiz olaraq telefonlara yüklənmə icazəsi var. Detalları süjetdə biləcəksiniz. Uşaqlarda psixoloji narahatlığı azaldan mobil oyun tətbiqi yaradılıb. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti Luminova adlı mobil oyunun istifadəsini vətəndaşlarına tövsiyə edir. Oyun uşaqları qorxuları ilə üzləşməyə təşviq edən tapşırıqlar vasitəsilə onlara emosional dəstək verir. COVID-19 pandemiyasından sonra artan psixoloji problemləri həll etmə məqsədi ilə Gloucestershire bölgəsində istifadəyə verilən bu tətbiq oyunla koqnitiv davranış terapiyasını birləşdirir. Sorğulara əsasən bu tətbiqdən istifadə edən uşaqların 71%-i əlavə müalicəyə ehtiyacı olmayıb. Oyun reseptsiz də istifadəyə açıqdır. Milli Səhiyyə Xidməti isə onu ailələrə pulsuz təqdim edir. Tətbiqdə uşaqlar şəxsi tapşırıqları yerinə yetirərək, məsələn, qorxduqları situasiyaları təsvir edərək və ya videolara baxaraq real həyatda bu qorxularla üzləşməyə hazırlanır. Məsələn, bir uşaq qaranlıqdan qorxursa, oyunda qaranlıq mühitlərə daxil olaraq bu hissini idarə etməyi öyrənir. Valideynlərin sözlərinə görə oyun uşaqların gündəlik həyatına və məktəbə davamiyyətində müsbət dəyişikliklərə səbəb olub. Həll edə bilmədiyiniz problem olanda özünüzü yuxuya verin. Mən bunu hər zaman öz övladlarıma məsləhət kimi verirəm. Və həqiqətən də yuxudan oyananda tamamilə yeni zehin, yeni şuur və yeni əhval olur. Alimlər də bu dediyimi təsdiqləyib. Necə? Yuxunun bir çox stres aradan qaldırdığını və bədəni bərpa etdiyini sübut ediblər. Baxaq. Stressdən sonra yuxu bədənin bərpasını sürətləndirir. Yeni elmi araşdırmalara əsasən bəzi növ stres halları, məsələn, emosional sarsıntılar və ya xəstəlik zamanı yaranan immun reaksiyalar insan və heyvanlarda yuxunun artmasına səbəb olur. Bu yuxu stress yuxusu adlanır və orqanizmin özünü müdafiə etmə, bərpa etmə vasitəsidir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, stressdən sonra çox yatan heyvanlar daha tez bərpa olur. Məlum olub ki, stressdən sonra yuxu narahatlıq və emosional gərginliyi azaldır, sosial davranışlara təsir edir və bədənin sağalma prosesini sürətləndirir. İnsanlarda isə bu proses daha mürəkkəbdir. Bəzi insanlar stressdən sonra yuxusuzluq yaşasa da, digərlərində dərin yuxu artaraq travmatik xatirələrin təsirini azaldır. Araşdırmanın müəllifləri qeyd edir ki, stress və yuxu arasındakı bu mürəkkəb əlaqəni daha yaxşı başa düşmək, gələcəkdə depressiya, travma sonrası stress pozuntusu kimi problemlərin müalicəsində yeni yollar aça bilər. Acı yemək iştahı kəsir. Buna görə də acılı yemək yeyənlərin çox çəkisi olmur. Bunu alimlərin yeni araşdırması sübut edib. Baxaq. Acı yeməklər iştahı azaldır və çox yeməyin qarşısını alır. Pensilvaniya Ştat Universitetinin alimləri yeməklərin acılıq səviyyəsinin artırılmasının artıq yemək vərdişini azaltmaqda faydalı olduğunu bildirib. Tədqiqatda 130 nəfər iştirak edib, onlara acı və neytral yeməklər təqdim olunub. Təcrübə zamanı iştirakçılar video müşahidə altında olub. Alimlər yalnız nə qədər yemək yeyildiyini deyil, həm də yemə sürətini, içilən suyun miqdarını və digər göstəriciləri qeydə alıb. Nəticələr göstərib ki, acı yeməkləri yeyənlər daha az qidalanır və ümumi qəbul edilən qida və kalori miqdarı azalır. Lakin doyma hissi və dad zövqü dəyişmir. Su içmə miqdarında isə heç bir fərq olmayıb. Alimlər bildirib ki, acı qidalar yemək sürətini azaldaraq doyma mexanizmlərini aktivləşdirir. Həmçinin çili biberindəki kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və iştahı azalda bilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.